Salam uşaqlar. Bugün mən kimyanın deməli ilkin anlayışlardan, kimya formulları hesablamalar test toplusundan deməli 1-dən 23-ə qədər izahları vermişdim. İndi 24-dən çalışacağam ki, sona qədər izahları verim. Aha. Deməli uşaqlar, həm də burada bir məlumat sizlə bölüşüm. Deməli mənim özümün qrupu açılır ki, bu qrupda uşaqlar 9-cu, 10-cu, 11-ci sinif şagirdləri qoşula bilərlər bu qrupumuza. Və bu qrupun əsas mahiyyəti nədir? Bu qrupda, yəni mənim özüm hazırladığı sınaqlar olur, model testlərdən və yaxud da qəbullardan seçilmiş suallar olur ki, ona uyğun olaraq bir sınaq hazırlayıram. Uşaqlar burada müəyyən bir vaxt ərzində, müəyyən zaman müddətində bu sınaqda, yəni qoşulurlar və sınaqda iştirak edirlər. Bu tamamilə ödənişsizdir. Siz özünüz öz bilik səviyyənizi yoxlamaq məqsədilə bu qrupa qoşulursunuz. Və təbii ki, burada müəyyən səhvlikləriniz ola bilər, başa düşmədiyiniz yerlər ola bilər. Mən həmin o sınağın ümumi video izahını, kaydını yerləşdirəcəm. YouTube-a yox, yalnız o qrupa atacam. Yəni ona görə mən o qrupa qoşulmanızı tövsiyə edirəm və həm də o bir motivasiya xarakterlidir. Belə ki, kim ki yaxşı nəticə yazıbsa, o ilk üçlüyün, birinci, ikinci və üçüncü yerlərin adları siyahıda qeyd olunacaq. Yəni hər dəfəsində həmin o qaliblərin adı qeyd olunacaq. Və həmin bu sınaq qruplarımızda, yenə deyirəm, ödənişsizdir. Kim ki sınaq qruplarımıza qoşulmaq istəyir, 051 595 69 64 nömrəsi ilə əlaqə saxlaya bilər. Aha. İndi gəlin uşaqlar baxaq 24-cü sualımızın izahına. Deməli 24-cü sual. 24-cü sualda bizə deyir ki, birləşmələr verib. Deməli, X2O birləşməsi var. Daha sonra Y2O birləşməsi və Z2O. Və X2O birləşməsinin molyar kütləsi 18 qram göstərir. Molyar kütlə uşaqlar onun mR deməkdir, yəni eyni anlayışdır. Yəni mR deyir ki, X2O 18-dir. Deməli, mR'in tapılma qaydasını biz bilirik ki, hər bir elementin A yerini vururuq indeksinə, sonda cəmləyirik. X-in A yerini bilmirik, yəni X-in A yeri X-dir. Onu vururam mən say olaraq 2-yə. 2-ni vurdum X-a, üzərinə gəlirəm. Deməli, oksigenin A yeri deməli 16-dır, bərabər edirəm 18-ə. 2x bərabərdir 2-yə, buradan x oldu 1. Aha. Sonra Y üçün baxalım, Y2O. Yazıram mR, Y2O verilib ki 20-dir. Yazırsınız ki 2y üzərinə gəlinsin 16 bərabərdir 20. 2y bərabərdir 4, y də bərabərdir 2. Sonra z üçün baxaq. Z üçün Z2O. mR Z2O bərabərdir 22 yazıb. Yəni 2z üzərinə gəlinsin 16 bərabərdir 22-yə. 2z bərabərdir 6-ya. Z də deməli olur 3. Və bizə deyir ki, hansı halda doğru göstərilmişdir. Deməli uşaqlar, burada bir dənə nəzərə əsas var ki, bu nəzərə qaydanı bilməyiniz önəmlidir. Bilənlər varsa əla, bilməyənlər əgər burada varsa, onlar buradan öyrənə bilərlər. Həmin bu nəzərə qaydanı. Belə ki, uşaqlar, indi biz bunu hidrogen elementini keçdikdə siz biləcəksiniz həmin bu haqda. Hidrogenin uşaqlar 3 izotop var. Hidrogen 1, 1 izotop var. Hidrogen 1, 2 və hidrogen 1, 3 izotop var. Deməli, 1, 3 izotopu. Hidrogen 1, 1 izotopuna uşaqlar protium deyilir. Hidrogen 1, 2 izotopuna deuterium. Hidrogen 1, 3 izotopuna isə tritium deyilir. Deməli uşaqlar, indi biz baxın X2O üçün nə aldıq? 1 tapdıq da qiymət. 1 tapdıq, düzdürmü? 1-ə nə dedik? Protium. Baxın, yuxarılardır bizi fərqləndirən. 1. 1 desə deməli X nə olacaq? Protium olacaq. Y üçün 2 tapdıq. 2-yə dedik nə dedik? Deuterium. Z də tapdıq ki 3-dür. Onu nə deyəcəyik? Tritium. Deməli X protium, Y deuterium və Z də tritium olan variant B variantıdır. Deməli hidrogenin yadda saxlayan 3 dənə izotopu var. Hidrogen 1, 1 izotop protiumdur. Hidrogen 1, 2 izotopu deuteriumdur. Hidrogen 1, 3 izotopudur ki tritiumdur. Bu da belə. Aha uşaqlar, gəlin 25-ci suala baxaq.
Yenə birləşmələr verilib. Hər tərəfdə də həmin o birləşmələrə uyğun olaraq molar kütləsi verilib. Belə ki, XG-sin molar kütləsi 36 qeyd olunub. Yazırıq ki, MR X2S bərabərdir 36-ya. Yazırsınız 2x üzərinə gəlinsin 32 bərabərdir 36. 2x bərabərdir 4-ə, x də bərabərdir 2-yə. Bu bizim birincimiz. İkinciyə baxaq. İkincidə deməli yazacağıq MR Y2S bərabərdir. Bizə nə verib? 34. 2y üzərinə gəlinsin 32 bərabərdir 34-ə. 2y bərabərdir 2-yə, y də olur 1. Üçüncüdə də bizə verib ki, MR Z2S bərabər edir 38-ə. 2z üzərinə gəlinsin 32 bərabərdir 38. 2z bərabərdir 6, z də olur 3. Deməli, x2 isə, deməli, bu nə olacaq? Deuterium. Y1 isə olacaq protium. Və Z3 isə o da olacaq tritium. Deməli, deuterium, protium və tritium olan variant da A variantıdır. Sonra 26-cı suala baxaq. 26-cı sualda deyir, hansı hallarda hidrogen atomlarının sayı bərabərdir? Deməli, hidrogen atomunun sayı bərabər olmasını deyir. Baxın, birincidə yazır ki, 2 mol CH4. 2 mol CH4-də uşaqlar. 2 dənə karbon atomu var. 2 karbon atomu. 2 vurulsun 4. 8 hidrogen atomu var. İkinci üçün baxaq. Verib ki, 1 mol C2H6. Baxın, bu 1 mol. Həm dedik bu 1, yaxud da burada əvvəldə duran əmsal olaraq 2. O həm əmsaldır, həm moldur, həm həcmdir, həm molekul sayıdır və ümumi maddənin, molekulun əvvəlində yazıla bilər. Ortasında, axırında yaza bilməz. Yəni, siz CH4-ün ortasında belə 2 yaza bilməzsiniz. Bu səhvdir. Yəni, C2H6-nın əvvəlində ancaq 1 yaza bilərsiniz. Burada 1 verilir. Yəni, durub bunu axırına yazmaq, ortasına yazmaq düzgün deyil. Bu belə. Və uşaqlar, indi bizə deyir ki, hidrogen atomların sayı deyir, bərabər olsun da, eyni olsun. Bu 1 mol C2H6-da biri vurursunuz 2-yə. 2 dənə deməli karbon atomu var. Biri vurursunuz 6. 6-da hidrogen atomu var. Üçüncü üçün qeyd edirik. Üçüncü bizə verir 2 mol NH3. 2 mol NH3-də 2 vurulsun 1. 2 azot atomu. 2 vurulsun 3. 6-da hidrogen atomu var. Dördüncü üçün 1 mol deməli C4H10-da 1 vurulsun 4. 4 dənə karbon atomu. 1 vurulsun 10. 10 dənə hidrogen atomu var. Bizə deyir, hidrogen atomları sayı bərabərdir. Hidrogen atomları hansıda bərabər oldu? Bəli, ikinci və üçüncüdə. Baxın, burada da 6 hidrogen, burada da 6 hidrogen. Deməli, doğru cavab olacaq 2 və 3, yəni 26 olur Y variantı. Sonra 27-ci suala baxaq. Aha. 27-ci sualda uşaqlar deyir ki, birləşmənin formulu verib. X, 2, Y, 3. Hətta buranı da mən ağ çərçivəyə alım ki, ola bilsin yerimiz çatmadı. Tam gözəl yazaq. Aha. Deməli, bu birləşmənin formulunda omega Y verib ki, omega Y verib neçə? 48%. Omega Y 48%-dir. Və bizdə air Y-də 32 olduğunu deyir və X-in nisbi atom kütləsini hesablayın deyir. Gəlin uşaqlar, deyək, əgər ki, omega Y 48% deyir də və air Y-dəki deyir 32-dir. Biz omeganın düsturunu bilirik. Yazaq, omega Y 48% bərabərdir. Omega Y necə tapırıq? Yəni, bizə verilən element Y. Onun ayerini, ayer bax bizə verib, nə qədər verib? 32. 32-ni vuracam, həmin bu birləşmədə Y-in sayı nə qədərdir? 3 dənə. Vururam 3-ə, sonra bölürəm ümumi emirə. Ümumi emirimiz 2 vurulsun, ikisinin ayerini bilmirəm deyə X, üzərinə gəlsin 3 vurulsun 32, edir 96. Və vururam 100%-ə, düzdür?
Buradan tapıram ki 96 bölünsün 2x üzərinə gəlsin 96 bərabərdir 48 bölünsün 100. Və ixtisarları aparıram burada. 48 ilə 100 ixtisar gedir hər ikisi. Deməli 4-ə, burada 12, burada 25 alınır və 2x üstə gəlsin 96 vurulsun 12 bərabərdir 96 vurulsun 25. 2x üzərinə gəlsin 2x daha doğrusu bərabərdir 96 vurulsun 25 çıxılsın 96 vurulsun 12 olanda olur 2x bərabərdir 96 vurulsun 13 şəklində və buradan neysə səhv hesablamadıq. Uşaqlar, burada bir dənə səhv eləmişəm nəyi? Bunu vurmalıydım da belə. Burada 96-nı 12-yə vururam, bəs 2-ni 12-yə vurmalıyım. Olmalı 24x. Bunu diqqətsizlikdən yazmamışam. Deməli 24x bərabərdir 96 vurulsun 13. 24 ilə 96 ixtisar gedir. 24 ilə 96 ixtisar gedir 24-də. X də bərabərdir 4 vurulsun 13. O da olur 52. Deməli doğru cavabımız olur 52 olan A variantı. Deməli uşaqlar necə hesabladıq? Bir özətliyim. Bizə birləşmə verilib də x2 y3-dür, düzdür? Bu x2 y3-ün bizə omega y-in qiyməti verib 48%-dir. Amma ayrı y-in qiymətini verib 32-dir. Ayrı x haqqında heç bir məlumatımız yoxdur. Və bizə də deyir ki, elə x-in nisbi atom kütləsini tap. Yəni ayrı x-i bizdən soruşur. Mən də deyirəm ki, omeganın düsturunu bilirəm də. Mən omega elementi tapanda necə tapırdım? Omega element bərabərdir. Ayrı element vurulsun indeks, həmin o birləşmədə onun sayı, bölünsün MR, vurulsun 100% bərabərdir qiymət tapırdım. Yəni mənə omega y-in qiymətini 48% verib. Ona görə 48% bərabər eləyirəm. Məndə ayrı y-in deməli qiymətində 32 olduğunu verib. 32-ni vuracağam həmin o birləşmədə y-in sayına. Y-in sayı nə qədərdir? 3 dənə. 32-ni vurdum 3-ə, bölürəm. Ümumi MR-in qiymətinə 2x üzərinə gəlsin 96 vurulsun 100%. Və mən bunu nisbət belə yazdım ki, yəni burada riyazi hesablamadıda mən bunu tapmaqdan ötürü nə edim? 48-i böldüm 100-ə. İxtisarları apardım və sonuç olaraq tapdım x 52-dir. 28-ci sualda səhv eləmirəmsə bənzərini 10 dakika yenidən izah verirəm. Beni tam başa düşə bilərsiniz. Gəlin uşaqlar, indi baxaq 28-ci suala. Deməli, birləşmənin formulu verir ki, x3y-dir. Bu birləşmənin formulunda deyir ki, omega y 31%dir və ayrı y-in də qiymətinin deməli 31 olduğunu deyir və bizdən x atomun nisbi atom kütləsini hesablamamızı soruşur. Yazıram ki, 31% bərabərdir. Ayrı y 31 vurulsun. Bu birləşmədə y-in sayı nə qədərdir? Bir dənə. Vurdum 1-ə. Böldüm MR-ə. MR-dəki 3 vurulsun x üzərinə gəlsin 31 vurulsun 100%. Yazıram ki, 31 bölünsün 3x üzərinə gəlsin 31. Bunu hesablamaqdan ötürü 31-i bölürəm 100-ə. Yazıram ki, bərabərdir 31 bölünsün 100. Və 3x üzərinə gəlsin 31 vurulsun 31 bərabər olacaq. Deməli, 31 vurulsun 100-ə. Və bir dənə buranı da ağ çərçivəyə alım. Və buradan hesablayıram ki, 3x 31-ə vuranda 93x üzərinə gəlsin. 93x bərabərdir. Gəlin bir də başı yazaqda 31 vurulsun 69 şəklində olmuş olacaq. Burada ixtisarlar gedir. 3x bərabər olur 69-da, x də olur 23. Və bizdən elə x atomunun nisbi atom kütləsini soruşurdu. Cavab olur 23. İndi uşaqlar, gəlin 29-cu suala baxaq. 29-cu sualda x m-in üzərinə y n gəldikdə alınıb 2x y və 3x m-in də üzərinə z2 gələndə alınıb 2t. Deyir, t maddəsinin kimya formulunu müəyyən edin. Uşaqlar, bu t, əgər ki, mən x ilə z-i yəni bir araya gətirmişəmsə, bu t-nin tərkibi hansı elementlər olacaq? X və z. Yəni, mənə verilən nədirsə o. İndi, mən nəyə fikir verirəm? 2 dənə burada x varsa, burada x-in sayı 2 olmalıdır. Bizdə çünki sol tərəfindən qədi prinsip budur ki, sol tərəfdə olan atomların sayına sağ tərəfdəki olan atomların sayı eyni olmalıdır. Əgər ki, məndə baxın, sağ tərəfdə 2 dənə x atomu varsa, sol tərəfdə də 2 x atomu olması üçün m neçə olmalıdır? 2, bəli. İndi uşaqlar, baxın, fikir verin. Sağ tərəfdə 2 əvvəldədir, həm də o nəyə aid edir? Y-ə. 2 y atomu var.
Sol tərəfdə də 2 dənə Y atomunun olması üçün N neçə olması lazımdır? N də 2 olması lazımdır. Bunu qeyd elədim. Deməli, haradakı M gördüm 2 yazıram, haradakı N gördüm 2 yazıram. Baxın, indi 3x M deyir. Deməli, bu 3x 2 şəklindədir. Və yenə deyirəm, bu 2 T maddəsi alınıb. Əvvəldə 2-ni qeyd edirəm. Amma bu T maddəsinin tərkibi nədən ibarət olacaq? Əgər X ilə Z bir-birindən reaksiya daxil olubsa, odur başqa bir şey yerə çevrilmir ki, yəni X və Z varsa, elə X, Z olduğu kimi qalacaq. Əvvəldə 2-ni yazdım. İndi baxın, məndə sol tərəfdə 3x2-də nə qədər X atomu var? 3-ü vurdum 2-yə, 6X atomu. Burada nə qədər məndə Z atomu var? 2 dənə Z atomu var sol tərəfdə. Sağ tərəfdə də məndə elə olması lazımdır. İndi sol tərəfdə məndə 6X atomu varsa, sağ tərəfdə əvvəldə baxın 2 yazılıb, bu 2 əmsalı var. 2 əmsalı var, X-in o da ayağına mən neçə yazmalıyım? 3 yazmalıyım. Çünki 2-ni içə vuranda burada da 6 dənə X atomu eləyəcək. Aydındır. Və burada Z-in ayağına heç bir şey yazmıram. Çünki 2-ni Z-in ayağında heç bir şey yazılmırsa 1 deməkdir. 2-ni 1-ə vuranda yenə 2 Z atomu eləyəcək. Belə olan halda sol tərəfdə də 6x 2z olur, sağ tərəfdə də 6x 2z olur. İndi bizə deyir ki, T maddəsi. Bax, T maddəmiz bizdə bu oldu. Deyir, bu T maddəsinin kimyəvi formulu. T maddəsi deməli 3 dənə X atomu, bir dənə də Z atomu olması lazımdır. O da doğru olur, A variantı. Gəlin uşaqlar, baxağın 30-cu sualı. 30-cu sualda bənzər sualdır. X M-in üzərinə deməli gəlir 3y-n və nə alınır uşaqlar? 2x, y3 alınır. Və deyir ki, X M-in üzərinə 6Z atomu gəldikdə alınır 2T. Bu T, əgər X ilə Z bir-birinə qarşılıqlı təsirə olubsa, bu X və Z-dən ibarət olacaq. İndi biz sadəcə bunun formulunu bilməliyik. Aha, indi gəlin bunun formulunu necə bilək? Birinci bizə verilən birinci tənəyə əsasən bu M ilə N-in qiymətini tapaq. Çünki bizə lazım olacaq. Baxın, sağ tərəfdə görürəm ki, 2 dənə X var. 2x varsa sol tərəfdə də x-dən sayı 2 olmalıdır. Onda bu M-in qiyməti neçə olacaq uşaqlar? Bəli, M-in qiyməti olacaq 2. Baxın, sağ tərəfdə 2 vurulsun 3, 6 dənə Y atomu var. Sol tərəfdə də 6 Y atomu lazımdır. Əvvəldə 3 var. Deməli, bu N 2 imiş ki, 3-ü də 2-yə vuranda deyir 6. Deməli, M-in 2, N-in də 2 qiymətini deməli, bildim, anladım. Onda baxın, mən bura yazıram ki, x2, çünki m2-dir də tapdım. Üzərinə gəlirəm 6z, alınır 2, T maddəsi yenə deyirəm, x ilə z əgər ki, bir qabda varsa, durub bu başqa yerə çevrilmir. Elə x olduğu kimi qalır. Əvvəldə də 2-ni qeyd elədim. İndi baxın, burada 2 dənə x atomu varsa, burada da ümumi 2 x atomu lazımdır. Əvvəldə ki, qeyd eləmişəm. Deməli, bu x-dən bir dənə olmalıdır ki, 2-ni 1-ə vuranda 2 olur da. Yəni, x-i dəyişmirəm, olduğu kimi qalır. Amma burada isə 6 dənə z atomu var. Sol tərəfdə. Sağ tərəfdə də 6 Z atomu olması lazımdır. Ona mən bu Z-in ayağına 3 yazaram ki, 2-ni içə vuranda olsun 6 Z atomu. Onda baxın, mənim bu T maddəm X, Z, 3 maddəsi oldu. Yəni Z-dən 3 dənə, bir dənə X. Yəni 30-da olur D variantı. Ümidvaram ki, tam belə başa düşdünüz. İndi gəlin uşaqlar 31-ci suala baxaq. Hansı birləşmədə oksigenin kütlə payı 50%-dir? A variantında baxın, SO2. SO2-də gəlin biz oksigenin kütlə payını hesablayaq. Omega oksigen bərabərdir. Oksigen ayrı 16-dır. 16-nı vurursunuz. Oksigenin sayı nə qədərdir? 2. Vurursunuz 2-yə, bölürsünüz ümumi M-ə. Bir dənə kükürt var. Biri vurdum elə 32 olur. 32. Üzərinə gəlirəm. 2 vurulsun 16. Vururam 100%. Buradan da bərabərdir. 32 bölünsün 64. Vurulsun 100%. Elə eləyəcək neçə faiz? 50%. Yəni şərtdə verilən də bizdə 50% soruşurdu. Deməli doğru cavab olacaq A variantı. Sonra 32-ci suala baxaq. Deyir kükürt trioksid. Kükürt trioksid deməli uşaqlar SO3-dür. Belədir formulu. Deyir burada kükürdün kütlə payını tapın. Tapaq da omega kükürt bərabərdir. Kükürdün ayrı 32-dir. 32-ni bölürəm. 32 üzərinə gəlsin. 3 vurulsun. Oksigen ayrı 16. Vurulsun 100%. Deməli yazırsınız ki 32 bölünsün 80 vurulsun 100%. Bu da neçə eləyəcək? 40. Deməli, doğru cavab olur 32-də D variantı. Aha, uşaqlar, gəlin indi 33-cü suala baxaq. Kuprum SO4 birləşməsində deyir, elementlərin ən kiçik kütlə nisbətləri müəyyən. Kuprum SO4. Bir dənə mis var, düzdürmü? Bir misin də kütləsi, baxın, bizə verib ayrı 64. 64 bölünsün. Bir dənə kükürt var, 32 bölünsün. 4 dənə oksigen var. Bir oksigen kütləsi 16-dır.
4 oksigen kütləsi 4 vurulsun 16, 64'dür. Hamısı 32'ye ixtisar gedir. Bu oldu 2'nin 1'in 2 nisbətində. Yəni olur B variantı. Sonra baxağın 34-cü suala. Deyir ki 14,2 qram R2O5 maddəsində. Deməli R2O5 maddəsidir. Və bu ümumilikdə 14,2 qramdır. Bir dənə bu çərçivənin tam böyüdü. Deməli R2O5'dir. Bunun ümumi kütləsi 14,2 qramdır. Deyir burada 8 qram oksigen var. 8 qram oksigen varsa əgər nə qədər bəs onda R2'dir? 14,2-dən 8 çıxanda yerdə qalan 6,2 qramda ki, deməli olur R2. Və bizə nə soruşur? Deyir RH3 birləşməsinin nisbi molekul kütləsini hesablayın. Deyirəm ki, bizə bilinməyən R-dən 14,2 qramda uşaqlar. 14,2 qramda 8 qram əgər ki oksigen varsa, oksigen atomu varsa, bəs yaxşı, ümumi bəs bu MR2 var. Həmin bu R2O5'in MR-ni siləcək. 2 vurulsun R, üzərinə gəlsin. 16 vurulsun 5. Düzdürmü? Burada nə qədər bəs oksigen atomu görürsünüz? 5 dənə oksigen atomu görürsünüz. Yəni 5 vurulsun 16. 80 qram oksigen varsa, buradan R-in qiymətini tapa bilərəm. Yenə baxın, fikir verin cümləmə. R2O5 deyir uşaqlar. Bu R2O5 ümumilikdə 14,2 qramdır. Bu 14,2 qramda sənə şərtdə deyir ki, 8 qram oksigendir. Deyirəm, yaxşı da 8 qram oksigendirsə, bəs burada bu 5 dənə oksigen ki var, bir oksigen bilirəm ki 16'dır, 5 oksigen 80 qramdır. Bəs bu 80 qramda ümumi bunun MR-indədir. Yəni 2R üzərinə gəlsin 80 də 16'ın 5'ə vuranda neçə eləyir? 16'ın 5'ə vuranda 80 eləyir. Yəni 2R üstə gəlsin 80 qramda 80 qram oksigen atomu var. Və burada tənasüblə həll edirəm. 8 ilə 80 ixtisar gedir. Neçə olur? Deməli, olur. Burada 1, burada 10 və 2R üzərinə gəlinsin 80 bərabərdir 142'yə, tənasüblə həll edirəm. Buradan 2R bərabərdir 62'yə, R də oldu 31. R'in 31 qiymətini tapdım mı? Tapdım. Məndən nəyin soruşur? RH3-in nisbi molekul kütləsi. Yazıram ki, MR RH3. Onda 31 üzərinə gəlinsin 1 vurulsun 3, o da oldu 34. Deməli, doğru cavab olur Y variantı. Gəlin baxağın 35-ci suala. 35-ci sualda deyir ki, karbon və hidrogenin kütlə paylarının nisbəti verilib. 75-dən 25. Deməli, karbona uyğun olaraq 75-dir kütlə payı. Hidrogenin də uyğun olaraq 25 deyir. Və deyir, bunun formunu müəyyən edin. Deməli, uşaqlar, karbon ayırı neçədir? 12. 75'i böləcəsiniz karbon ayırı 12'yə, 25'də böləcəsiniz hidrogen ayırı 1'ə. 75'i 12'yə böləndə uşaqlar altdan %25 edir. 25'də 1'ə böləndə bilirsiniz ki 25 edir. Hər tərəfi altdan %25'ə bölsən burada 1 alınır. Deməli 25'i də altdan %25'ə böləndə burada olur 4. Deməli karbondan 1 dənə, hidrogenden isə uyğun olaraq 4 dənədir. Deməli bizdə də bu formul olur B variantı. Gəlin indi uşaqlar baxağın 36-cı sual. 36-cı sualda isə bu dəfə bizə kütlə payı yox, kütlə nisbəti şəklində verib. Yenə karbon və hidrogen atomlarıdır. Deyir, karbonun kütlə nisbəti 9'dur, hidrogen də uyğun olaraq 2'dir. İndi 9'u bölürəm karbon ayrı 12'yə, 2'ni bölürəm hidrogen ayrı 1'ə. Deməli, burada ixtisar gedir, olur 4'də 3. Burada ixtisar gedir, qalır 2. Mən kəsirin azda olması üçün bunu 4'ə vururam. Deməli, bunu da 4'ə vururam. Burada deməli qalır 3, burada da qalır 8. Deməli, 3'ün 8 nisbətində karbondan 3 dənədir. Hidrogenden də 8 dənədir. Karbon 3, hidrogen 8 olur B variantı. Aha, deməli, gəlin 37-ci suala baxağın. 37-ci sualda deyir, birinci birləşmənin formulu x, y, 2'dir. Baxın, bu birinci birləşmənin deyir, formulu nədir? X, y, 2'dir. Birinci birləşmənin formuludur uşaqlar. X-in kütləsi nə qədərdir? 7, 7'dən x-dir deməli. Və 8'i verib y-dir, düzdürmü? Və deyir, bununla da deyir, formulu x, y, 2'dir. Deməli, 1 mol x-in kütləsi ilə 7'dir. Çünki bir dənə x var. 1 mol x-in kütləsi neçə oldu? Yazıram 7'dir. Bəs yaxşı, 2 dənə y-in kütləsini verib 8'dir. Onda belə çıxır ki, 1 y-in kütləsi 4 olur da. Baxın, yenə deyirəm, şərtə fikir verin.
Deyir, birinci birləşmənin formulu x, y idir. Birinci birləşməni mən qrafikdə görürəm ki, deməli, x 7-dir, y də 8-dir. Bu o demək deyil ki, bir dənə x-in kütləsi 7, bir y-in kütləsi 8-dir. Xeyr. Mən bu x, y2 birləşməsində görürəm ki, 1 x-im var. Deməli, elə 1 x-in qiyməti 7-dir. 8 isə 2 y-in, çünki məndə burada 2-dir sayı olaraq. 2 dənə y-in sayı 8-dir. Ona deyirəm, 2 y-in sayı 8 isə 1 y-in sayı 4 olarmı? Olar. Ona tapdım ki, 1 mol x 7-dir, 1 mol y də 4-dür. İndi deyir, belə olan halda, gəl indi ikinci birləşməni, üçüncü birləşmənin formulu sən tap. İkinci birləşmədə mənə x-in kütləsini verib 14, y-in də kütləsini verib 8. Mən dedim ki, indi gəlin baxağın. Bir dənə x-in kütləsi 7-dirsə, onda 14 2x-in kütləsidir. Bir y-in kütləsi 4-dürsə, onda 8 2y-in kütləsidir. Və mən formulu belə heç bir zaman saxlaya bilmərəm. Yəni, eyni indekslər ola bilməz. Mən bunu ixtisar aparmalıyam. Onda da bu alınır x, y şəkildə. Demək, ikinci birləşmənin formulu olur x, y. İndi üçüncü birləşməyə fikir verək. Üçüncü birləşmədə uşaqlar, görürəm ki, x-in kütləsi 21-dir, y-in kütləsi isə qrafikə fikir verirəm, 8-dir. X ilə y yazdım. Deyirəm ki, baxın, buradadır da mənim əsas açarım, baxın, buradadır. Deyirəm, 1x-in kütləsi 7-dirsə, 21 3x-dən yaranıb. Çünki 3-ü 7-yə vurandı 21-ə gir. 1 y-in kütləsi 4-dürsə, onda 8 2y-dən alınıb. Onda üçüncü birləşməndə formulu x3, y2 olacaq. Deməli, ikinci birləşmədə x, y, üçüncü birləşmədə isə x3, y2. Deməli, doğru cavab olur 37-də B variantı. Gəlin baxağın 38-ci suala. 38-ci sualda deyir, üçüncü birləşmənin formulu x3, y2-dir. Baxın, üçüncü birləşmədə x neçə verib uşaqlar? Üçüncü birləşmədə. X üçün verib 21, düzdürmü? 21. Y üçün də verib neçə? 8. Deyir, üçüncü birləşmənin formulu x3, y2-dir. Uşaqlar o da götürür ki, deməli, 1x-in kütləsi 21-dir, bir dənə y-in kütləsi 8-dir. Xeyr. Məndə deyir ki, üçüncü birləşmənin formulu x3, y2-dir. Deməli, 3 dənə x-in ümumi kütləsi 21-dir. Və 2 dənə y-in ümumi kütləsi 8-dir. Onda burada 1x-in kütləsi 7. Burada 1 y-in kütləsi 4 olmuş olarmı? Olar. Mən bu bilgini, əsas sözü biləndən sonra mən artıq ikinci birləşmədə, birinci birləşmədə formunu çox rahatlıqla tapa bilərəm. İkinci birləşmənin formulunda uşaqlar, baxın, x üçün verib 14, y üçün verib 8 yazıram. X üçün 14, y üçün də 8 yazıram. İndi baxın uşaqlar, 1x-in dedim ki, kütləsi 7-dir. Onda 14 2 dənə x-dən yaranmalıdır, düzdür? Və 1 y-in kütləsi dedim 4-dür. 8 yenə 2 y-dən yaranmalıdır. Və burada 2 dənə ixtisar getdi, oldu x, y şəklində. Üçüncüyə baxın. Üçüncüdə deməli verir, yox, daha doğrusu üçüncünü verib 2, 1. Birinci birləşməyə baxın uşaqlar. Birinci birləşmədə x-in 7 olduğunu verib, y-in də 8 olduğunu verib. Baxın, qrafikdə fikir verin. X 7, y 8. Elə 1x-in kütləsi 7-dirsə, onda x olduğu kimi qalacaq. Amma 1 y-in kütləsi 4-dür. Amma məndə y 8 deyirsə, onlar y-dən 2 dənə götürməliyəm. Deməli, onda birinci birləşmənin formulu olur x, y2. İkinci birləşməndə formulu olur x, y. Deməli, doğru cavab olur A variantı. Yoxsa A variantı deyil. Bir dəqiqə gözləyim. Birinci birləşmənin formulu x, y2-dir. İkinci birləşmənin formulu da x, y-dir. Cavab olur B variantı uşaqlar. 18 B'dir. Aha uşaqlar, indi gələn 39-cu sual baxın. Deyir ki, bu və digər molekulun tərkibində kükürdün hansı kütləsi daxil ola bilməz? Uşaqlar, 1 mol, baxın, kükürdün sizə qiyməti verib 32-dir. Bu 1 moldur. Yəni 1 mol kükürdün qiyməti 32-dir. Baxın, 1 mol 32 isə bu daxildir. 3 molda olanda 96 olur, daxildir. 2 molda olanda 48 olur, daxildir. 2 mol olanda 48 olmur, estağfurullah. 2 mol olanda 64 olur. 32-ni 2-yə vuranda deyir 64. 32-ni 2-yə vuranda deyir 64. 4 mol olanda 32-ni 4-ə vuranda 128. 96 3 moldadır. Bu 1 mol, baxın, bu 3 mol, bu 4 mol. Bu da elə bir 2 mol. Bəs 48 neçə moldur? Heç neçə mol. Ona görə yəni tam daxil ola bilmir A variantı.
Sonra 40-cı suala. Bu və digər molekul tərkibində deyək kükürdün hansı kütləsi daxil ola bilər? Biləri soruşur ha bizdən. Deməli, daxil ola bilər 8 yox, 24 yox. Yəni siz tam ədədlər görməlisiniz. Məsəl üçün 32 görə bilərsiniz. 1 vurulsun çünki 32 edir. 2 vurulsun 32 64, 3 vurulsun 32 96, 4 vurulsun 32 128. Yəni belə ədədlər görməlisiniz. Ona görə də hansı variant olacaq? Doğru cavab olur Y variantı. Deməli 41-ci sualda deyir ki, deməli bu sırada nə artır? Turşunun bir molda olan xlorun kütləsi. Xlorun kütləsi dəyişmir. Niyə? Çünki hər birində H-xloroda bir dənə xlor atom var. H-xloro2-də bir dənə, H-xloro3-də bir dənə, H-xloro4-də bir dənə. Bir dənə də xlorun A yeri, yazırım A yer xlor 35,5-dir. Əgər ki 35,5 bir dəqiqə 35,5-dir. Əgər ki bu məsələn H-xlor-O-da 1 xlor, H-xlor-O2-də 1 xlor, yəni hər dəfəsində 1 xlor varsa, 1 35,5-ə vuranda durub mənə müxtəlif qiymətlər verməyəcək ki, yəni stabil olacaq da. Deməli, turşunun bir molda olan xlorun kütləsi dəyişməz. Nə artır, nə azalır. Dəyişməz. Oksigenin kütlə payı. Oksigendə görürəm ki, H-xloroda 1 oksigen var. H-xloro2-də 2 oksigen var. H-xloro3-də 3 oksigen var. H-xloroda 4 oksigen var. Yəni oksigen sayı getdikcə necə olub? Artıb. Oksigen sayı getdikcə artdığına görə onun kütlə payı da artır. Tamam mı? Artır bu. Artır. İndi hidrogenin kütlə payı. Uşaqlar, baxın. Xlor dəyişmir. Deməli, xlordan bir dənədir deyə hər birində. Xlora ümumiyyətlə fikir vermirsiniz. Əgər ki, oksigenin kütlə payı artırsa, sizcə hidrogenin kütlə payı artır, yoxsa azalır? Bir birləşmənin tərkibində bir maddənin kütlə payı artırsa, digər maddənin kütlə payı azalır da tərs mütənasib olaraq. İndi oksigenin kütlə payı əgər artıbsa, hidrogenin kütlə payı necə olacaq? Azalacaq. Bunu əslində belə mən özüm, necə deyim, biraz bəlkə də uşaqlara əzbər kimi gələ bilər, amma əzbər əslində deyil, sadəcə bunu daha asan yolla izah eləməkdir. İstəsəz lap belə bu izah məsəl üçün başa düşmədiniz. Hər birini belə ən belə pis variantda durub hesablaya bilərsiniz ki, oksigen kütlə payını H-xloro üçün, H-xloro2 üçün, H-xloro3 üçün. Amma sizin imtahanda belə bir vaxtınız yoxdur. Ona görə mən sizə belə yolla öyrədirəm ki, yəni dediyim bu cümlələr 100% ki, düzdür. Əgər ki, baxın fikir verirsiniz, xlor atomlarının sayı dəyişilməyib. Xlorun ayrımı bilirsiniz ki, 35,5-dir. Bu xlorun miqdarı dəyişilməyibsə, onun kütləsi necə dəyişsin? Dəyişə bilməz. Bu stabildir. Oksigen də ki, görürəm ki, birinci bir dənədir, sonra 2 dənə, sonra 3 dənə, sonra 4 dənədir. Yəni, oksigen getdikcə artıb da miqdarı. Onun miqdarı artdığı üçün, avtomatik olaraq onun kütlə payı da oksigen üçün, oksigen kütlə payı artır. Və indi bir maddədə xlorlara fikir verməyin. Xlorlar stabildir, dəyişmədi. Oksigenin kütlə payı artırsa, sizcə məntiqlə düşünün. Hidrogenin kütlə payı o da artar. Bəs bu ümumi 100% olmalıdır da. Yəni, hidrogenin, xlorun və oksigenin ümumi kütlə payı 100% olmalıdır. Biri artıb, digəri də artır. O alınmır, biri artırsa, digəri azalmalıdır. Ona görə oksigenin kütlə payı artırsa, hidrogenin kütlə payı azalmalıdır. İndi bizdə yalnız artırları soruşur. Bu da olacaq oksigenin kütlə payı yalnız 2, Y variantı. İndi baxın 42-ci sualda deyir, nə azalır? Xlorlardan yine görürəm ki, hər birində bir dənədir. Deməli, xlorun kütləsi dəyişməyəcək. Dəyişməz. Bu nə azalır, nə artır? Bir səhvdir. Oksigenin kütlə payı görürsünüz ki, bir dənə idi, sonra 2 dənə, 3 dənə, sonra 4 dənə. Getdikcə nə olub? Artıb. Artıbsa, onda oksigenin kütlə payı nə olacaq? Artacaq. Bəs hidrogenin kütlə payı azalacaq. Deməli, bizdən azalır soruşur, onda yalnız olacaq 3. Deməli, 42-də olur cavab C variantı. Gəlin baxalım 43-cü suala. 43-cü sualda yenə eyni tip suallardır. Aha. Deyir ki, tərkibində karbonun kütlə payı karbonun kütlə payı deyir 75%'dir. Karbon 75'dir. Deyir karbohidrogen. Karbohidrogende karbon atomu var, bir de hidrogen atomu var. Ümumi olan bir şeydə 100%'dir. Əgər karbon 75% isə hidrogen 25% olacaq. Deyirsiniz, bəli. İndi deyir ki, bu karbohidrogenin formulunu hesablayın. 75% böləcəksiniz karbonun A yeri nə qədərdir? 12. 25% böləcəksiniz, deməli hidrogen ayır 1'ə. 75'i 12'yə bölündə 6'dan %25, 25 də 1'ə böləndə 25. Oxşar tipli sualdır. Bundan əvvəldə işlədik. Hər tərəfi 6'dan %25'ə bölsək, bu olacaq karbondan 1 dənə, hidrogenden 4 dənə. Deməli, olur A variantı. Gəlin 44-cü suala baxaq. 44-cü sualda deyir ki,
Azot oksidi. Azot oksidi bilmirəm. Yazıram ki, çünki yenə deyirəm, azot dəyişkən valentlidir. Dəyişkən valentli olduğu üçün mən əvvəlki testlərdə də izahını vermişəm. Dəyişkən valentli olduğu üçün mən onun formulunu bilmirəm. Yəni azot dəyişkəndir, oksigen stabildir, 2 valentlidir. Məsəl üçün mənə desəydi ki, azot məsələn 3 oksid desə, N2O3 yaza bilərəm. Axı mənə burada azotun neçə oksid olduğunu qeyd eləməyib. Ona görə mən onun kimya formulunu bilmirəm. Yazıram NXOY şəkildə. Deyir azot oksidin 1,1 qramında, immün 1,1 qramında, deyir 0,4 qram oksigen var. Deyirəm 0,4 qram oksigendirsə, bəs neçə qramı azotdur? Deyirsən ki, 0,7 qramı da azotdur. Və mənə deyir ki, birləşmənin sadə formulunu müəyyən edin. Uşaqlar 0,7 qram azotu böləcəksiniz, azotun ayrı 14-ə. Deməli 0,4 qram oksigen də böləcəksiniz, oksigenin ayrı 16-ya. Aha. 0,7-ni 14-ə böləndə 0,5 alınır. 0,4-ü 16-ya da böləndə 0,25 alınır. Hər iki tərəfi 0,25-ə bölüb olur 2 və 1. Deməli, azotdan 2 dənə imiş, oksigenden 1 dənə. Bunun da deməli formulu N2O. C variantı. Gəlin indi 45-ci suala baxaq. 45-ci sualda deyir ki, deməli, birləşmə verib X3, Y4. Bu birləşmədə görsənirmi? Aha. Birləşmə verib X3, Y4. Burada deyir ki, X-in kütləsinin Y-in kütləsindən nisbəti deyir ki, 21-in 8 olan nisbəti kimidir. Və deyir, burada onda X2, Y3 birləşməsi üçün X-in kütləsinin Y-in kütləsinə nisbətini müəyyən edin. Baxın uşaqlar, bayaq ki, indi mən onu göstərəcəm. Eyni məntiqdir. Sadəcə burada siz cədvəllə verib, siz elə bilərsiniz ki, fərqli sualdır, amma eyni məntiqdir. İndi deyəcəm hansı ilə eyni oxşar sual idi. Baxın, 3 dənə X görürsünüz. Deməli, bu 3X-in kütləsi 21-dir də, düzdür? 3X-in kütləsi 21-dir. Onda bir dənə X-in kütləsi olacaq 7. 4Y-in kütləsi 8-dir. Onda 1Y-in kütləsi olacaq 2. İndi mənə deyir ki, X2, Y3 birləşməsində X-in kütləsini, Y-in kütləsinin nisbəti 2 dənə X var. 1X-in kütləsi 7-dirsə, 2X-in kütləsi 2 vur 7, 14-dür. 1Y-in kütləsi 2-dirsə, 3Y-in kütləsi 3 vurulsun 2, 6-dır. Və 14 ilə də 6 ixtisar gedir 2-yə. Bu da olur 7-nin 3 nisbətində. Deməli, doğru cavab olacaq D variantı. İndi o testi mən sizə tapım. Hansı ilə oxşar idi? Deməli, uşaqlar, baxın, 45-ci sual 38-ci sualdan eynidir. 38-ci sualda sizə qrafik şəkildə verib, 45-ci sualda cədvəl şəkildə verib. Amma məntiq baxımından eyni məntiqdir. 46-cı sualda 38 ilə 45-ci sualın eynisidir. Sadəcə siz 38-ci sualda qrafikanı da görürsünüz, amma o bir sualda cədvəl olanda elə bilirsiniz ki, füsuq yaza bilmirəm. Amma sualların məntiqi eyni məntiqdir. Görürsünüz də eyni şəkildədir. Eyni şeydir. Ha qrafik versin, ha cədvəl versin. Fərqi nədir? Deməli, uşaqlar, 46-cı sualda bizə birləşmə verib, X2, Y3-dür. Deyir, burada X-in kütləsi 7 verib, iyon olaraq baxın, X2, Y3-dür. Deyir ki, X-in kütləsinin Y-in kütləsinə nisbəti bərabərdir, 7-nin 3 nisbəti kimi. Yəni, bizə deyir ki, 2 dənə X-in kütləsi 7-dir, yazıram. Və 3 dənə də Y-in kütləsi 3-dür. Onda burada 1X-in kütləsi 3,5 və 1Y-in də kütləsi 1 olmuş olacaq. Bunu belə qeyd elədik. İndi bizə deyir ki, X3, Y4 birləşməsində deyir, X-in kütləsinin, Y-in kütləsinin olan nisbəti. Deməli, uşaqlar, bunu necə edəyək? Mən, baxın, bu 1X 3,5 dedim, 1Y 1-dir. Hər tərəfi 2-yə vura bilərəm. 1X-in kütləsi 7, 1Y-in də kütləsi 2 olar da. Niyə eləyirəm? Çünki, baxın, mən əgər ki, 1X-in kütləsini 3,5 götürsəm, məndə, baxın, burada 3X-dir. 3-ü 3,5-ə vuranda mənə 10,5 eləməlidir. Və 10,5-i də elə vura bilərsiniz. Amma elə birbaşa burada rahat eləyim, amma burada görürsün 10,5 aid bir qiymət yoxdur da, yəni bizə tam alınmalıdır qiymət. Ona görə də mən bu 3,5-i tam qiymət çevirmək istəyirəm. Ona görə də hər tərəfi 2-yə vura bilərəm. Əgər ki, mən X-i 2-yə vurmuşam, Y vurmuşamsa, Y-i də 2-yə vurmalıyam. Yəni 3,5-i 2-yə vuranda 7-dirsə, burada bir dənə Y-in də kütləsi 1-dir. 1Y-i onda mən 1-ə vurmalıyam ki, bu da olsun 2. Deməli, onda baxın, məndə elə bir əsas qiymətlər bu oldu.
1x-in kütləsi 7, 1y-in kütləsi 2-dir. Onda 3 dənə x-in kütləsi 3 vurulsun 21, 4y-in kütləsi 2 vurulsun 4, 8 şəklində olmuş olacaq. Yəni 21-in 8 nisbətində də olur Y variantı. Deməli, uşaqlar 47-ci suala baxaq. Deyir ki, kuprum X-S birləşməsində kükürdün kütlə payı 20%-dir. Deməli, kuprum X-S birləşməsində kükürdün kütlə payı deyir 20%-dir. Deyir, bu birləşmənin nisbi molekul kütləsini və X-i müəyyən eləyin. Deməli, omega kükürd, yəni 20% bərabərdir. Kükürdün ayırı 32-ni böləcəksiniz ümumi emerə. 32 üzərinə gəlinsin 64x vurulsun 100% şəklində olmuş olacaq. Və buradan yazırsınız ki, 32 bölünsün 32 üzərinə gəlinsin 64x bərabərdir. 20 bölünsün 100. 20 ilə də 100 yığsa gedir 20-yə, olur 5-də 1 şəklində. 32 üzərinə gəlinsin 64x tənasını həll edirsiniz. Bərabərdir 32 vurulsun 5-ə. 64x bərabərdir 32 vurulsun 4. Buradan da x-i tapırsınız ki, olur 2. X 2-dir. Deməli, mənim birləşməm onda kuprum 2 S şəklində olmuş oldu. Deyir, x-i tapın, x oldu 2 və bu birləşmənin nisbi molekul kütləsini soruşur. 2-ni vurursunuz kuprumun ayırı 64-də, üzərinə gəlirsiniz 32. Bu da olacaq 160. Deməli, 160 və x-i də 2 olan C variantıdır. İndi uşaqlar, gəlin baxaq 48-ci suala. 48-ci sualda deyir ki, CXH4 birləşməsində karbonun kütlə payı 75%-dir. Bu birləşmənin nisbi molekul kütləsini X hesablayın. Deməli, CXH4-də deyir karbonun kütlə payı 75%-dir. Yazıram ki, omega karbon, yəni 75% bərabərdir. Karbon ayırı 12-ni vururam indeksinə. İndeks nə qədərdir? X. X-ə vurdum. Bölürəm M-ə. 12x üzərinə gəlinsin 4. Vurulsun 100%-ə. Tapıram ki, 12x bölünsün 12x üzərinə gəlinsin 4 bərabərdir 75 bölünsün 100. 75 ilə 100 ixtisa getdi, bu oldu 4-də 3 şəklində. Və 48x bərabərdir 36x üzərinə gəlinsin 12 olur. 12x bərabərdir 12-yə. Buradan x-in qiymətini tapdım ki, 1-dir. Deməli, mənim birləşməm CH4-dür. Və bunun nisbi molekul kütləsindəki 16-dır. Deməli, doğru cavab olur Y variantı. Hələlik uşaqlar bu qədər. İnşallah ki, bura kimi bütün sualların izahının hamısını aydın şəkildə başa düşmüş olarsınız. Nə bilmədiyiniz olsa yorumlara mütləq ki, yazın. Hələlik özünüzə yaxşı baxın. Sağ olun.